Gündüz Abbasov. Elşən obrazı ilə yadda qalan fransız kinematografçılarının belə diqqətini çəkən bir aktyor. Onun ilk sevgisi də, ilk evliliyi də yarımçıq qaldı. Son filmi isə yalnız ölümündən sonra ekranlara çıxdı. Bu nə pal-paltardır? Bu da təzə oyundur, başımıza gətirir. Yox, oyundan filanla qutar. O, 1930-cu ilin noyabrında Bakıda Ziyalı ailəsində dünyaya gəldi. Anası, böyük dramaturq Cəfər Cabbarlının qardaşı qızı Mələk xanım, atası isə Azərbaycan radiosunun ilk sədri Şəmsəddin Abbasov idi. Gündüz adını ona elə Cəfər Cabbarlının özü vermişdi. Elşən, həkim baba dedi ki, əgər sən o boz qayanı yara bilsən, mən də Çiçəkli dağdakı ağ daşları əridib, o suya qataram. 1952-ci ildə rəssamlıq məktəbini bitirdi. Daha sonra ADU-nun jurnalistika fakültəsində təhsil aldı. Tələbəlik illərində bir kurs yuxarıda oxuyan bir qızla tanış oldu. Onu sevdi. Amma qızın valideynləri boşandığı üçün Gündüzün anası bu evliliyə razı olmadı. Bu sevgi yarımçıq qaldı. İllər sonra onlar yenidən qarşılaşdılar. Qız artıq ailə qurmuşdu. Amma bir həqiqət Gündüzü sarsıtdı. Qadın oğluna onun yaratdığı obrazın adını vermişdi. Elşən. dayanı git, hardan gəlib haraya gedirsən? Sən kimsən? Həkim el dostunu əjdaha udub, ustanı daşa döndərib, indi səni axtarır. Vaxt var ikən qaç canını qurtar. Sən məni qorxaq mı bilirsən? Heyf ki qadınsan yoxsa... Əl saxla igid, qollarındakı qüvvət sənə lazım olacaq. De görüm sən kimsən? Yaxşı, kim olduğumu deyərəm. Lakin and iç, söz ver ki, kim olduğumu biləndən sonra sirrimi açmayacaqsan. Həkimi və ustanı xilas etməyincə gecələr yatmayıb, gündüzlər dincəlməyəcəksən. Gündüz Abbasov ilk dəfə aktrisa Ofeliya Məmmədzadə ilə evləndi. Bu evlilikdən 3 övladı, bir oğlu və 2 qızı dünyaya gəldi. Lakin aktyorun başqa bir məşhur aktrisa ilə yaşadığı eşq bu ailəni dağıtdı. 1969-cu ildə o ikinci dəfə ailə qurdu. Bu evlilikdən də 2 övladı oldu. Amma bu ailə həyatı da uzun sürmədi. Bundan sonra Gündüz Abbasov ömrünün sonuna qədər tək yaşadı. Peşəkar idmançı idi. Respublika voleybol komandasının üzvü, sonra isə kapitanı kimi beynəlxalq yarışlarda iştirak etmişdi. And içirəm. Söz verirəm ki, dərimi bu soğan kimi soysalar da, bədənimi bu kağız kimi tikə-tikə doğrasalar da, yaxud bu alma kimi deşsələr də, sənin sirrini açmayacağam. Həkim babanın ustanı xilas etməyincə, gecələr yatmayacaq, gündüzlər dincəlməyəcəyəm. Mətanət! Bəs deyirdilər sənə əjdaha udub. O, kinoya hələ 1942-ci ildə Sovet Pəhləvanı filmində çəkilərək gəldi. İsrafil Məmmədova həsr olunmuş filmdə balaca çoban rolunu canlandırdı. Amma böyük kinoya gəlişi 28 yaşında oldu. 1958-ci ildə Böyük Ürək filmində prokuror Rəcəb obrazını yaratdı. Hətta həmin filmdə onun 6 aylıq qızı Şəhlada çəkilmişdi. 1959-cu ildə Bir qalanın sirri filmində rol aldı və bu film onun həyatını dəyişdi. Kinostudiyaya mindən çox məktub gəldi. Əksəriyyəti gənc xanımlardan idi. Bu rolu ilə hətta fransız kinematografçılarının diqqətini çəkdi. Amma o dövrdə SSR-dən çıxmaq demək olar ki, mümkün değildi. Burada bir alma var. Özünü də dişləyiblər. Burada ayrı şeylər də var idi. Burada bir gül də var. Mətanət gülü. Dayan. Bu gülə beyişləri səbəblər. Beyişləri? Bəli. Qısını bura ver görüm.
baxıram, hava baxıram. Həmişə. Filmin bəzi səhnələri Moskvada çəkilərkən Gündüz Abbasov Koroğlu filmində baş rola dəvət olunur. Amma rejissor Əli Səttar Atakişiyev onun başqa filmdə də çəkilməsini istəmədiyi üçün bu dəvəti ondan gizlədir. Bəlkə də bu onun taleyini dəyişə biləcək bir fürsət idi. O bütün rollarını kaskadyorsuz ifa edirdi. Papağı başında, külüngü də əlində. Bəs sən deyirdin ki... Aygün, Bizim küçə, Leyli və Məcnun, Telefonçu qız, Dədə Qorqud, İşarəni dənizdən gözləyin, Babək və digər filmlərdə yadda qalan obrazlar yaratdı. Görünür ürəyi soyumamış heç, uğursuz dediyi ilk məhəbbətdən. Aygün qovuşacaq ərinə geç tez. Kaş ki düşməydim bu sevdaya mən. Ну, Расим, что задумался? Вот это удар. Наверное, это называется нокаут. Какая дурная страна! Покоя в ней нет и следа, и радости ветер над ней, пожалуй, не dul никогда. Böyümüsən, daha məktəbə getməlisən. Atacan, bəs onda oraya kim pişirək? Neçə il həsrətini çəkdiyin oğlum deyirək gəldi axı. Dilin üçün ölüm, gəlinciyim. Gələn yollarına qurban olaq. Yalansa bu sözlərin gerçək olar. Elə sən də o vaxtlar pis yazmırdın, amma nədənsə şair ola bilmədin. Hey. Xeyr dua sonra oğlan. Çıxart pul kisəsini görüm kəbin haqqı verməyə dirhəmin varmı? Onun son filmi Yuxu oldu. Amma bu film aktyorun ölümündən 2-3 il sonra ekranlara çıxdı. Bu ekran əsərində o Hidayət kişi obrazını canlandırmışdı. Ömrünün son illərində məşhurlar haqqında xatirələr yazır. Keçmişsiz adlı roman üzərində çalışırdı. Amma bu kitabı tamamlaya bilmədi. Böyük yaradıcılıq fəaliyyətinə baxmayaraq, o heç bir fəxri ad və təltif almadı. 1995-ci il avqustun 21-də Gündüz Abbasov serroz xəstəliyindən vəfat etdi. Deyilənə görə ölümündən bir neçə saat əvvəl yalnız bir cümlə dedi. Peşman olmuşam. Əgər bu cür təsirli hekayələri sevirsinizsə, kanala abunə olmağı unutmayın.